Kürdəmirdə güclü yanğın hadisəsi baş verib. Kanal 21 xəbər verir ki, hadisə bugün səhər saatlarında rayonu Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 57 yaşlı Fikrət Mütəlliboğlu İminova məxsus, ümumi sahəsi 150 kvadrat metr olan bir mərtəbəli 2 otaq və aynəbətdən ibarət fərdi yaşayış ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Yanğın zamanı evdə yatmış vəziyyətdə olan ev sahibi Fikrət Eminov hadisə yerində yanaraq həyatını itirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Eyni zamanda əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Mərhumun meyidi aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Fikrət Eminov uzun illər Rusiyada yaşayıb. Bir müddət əvvəl isə doğma evinə qayıdıb. Subay olub və tək yaşayırdı. Hadisənin baş vermə səbəbi və şəraiti aparılacaq ekspertizanın reyindən sonra məlum olunacaq. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalar başlanılıb. Dəyanət Kərimov, Zəhra Kələndərova, Kürdəmir, Kanal 21.